videoya baxıb heç bir şey öyrənməyəcəksiniz. Elə belə boş-boşuna açmışam. Kamera çəksin, kalitesinə baxaq. Marojna yeyə maşın sürəm, evə qayıdıram. Hə, ola bilər ki, biraz söhbət falan eləyərəm. Marojna bitsin sonra, amma yəni belə böyük bir şey falan öyrənməyəcəksiniz. Ona görə videonu bağlayın məncə. Marojna bitdiyi üçün biraz söhbət edeyim sizlə. Deməli dostlar, hardasa bir aydır başlamışam. 6-cı günlər gedirəm, şəhərləri gəzirəm. Sadəcə gəzirəm. Gəzmək vaxtında da bir kamera almışam da, bilirsiniz, video orada paylaşmışdım. Həmin kameranı qoşuram. Həmin kameranı qoşuram üstümə. Sadəcə yolu çəkir. Və heç nə də, sonra da paylaşıram. Bir dənə də YouTube kanalı açmışam, orada hər gün ya da hər həftə bir dənə video paylaşıram. İşimdən bezmişəm. Hal-hazırdakı işimi artıq eləmək istəmirəm. Yeni bir axmaq müdürümüz də gəlibdi. O qədər də xoşlamıram. Məsələ müdür məsələsi deyil. Sadəcə onsuz da hardasa 5-6 aydır ki, bu işdən çıxıb xarici bir ölkədə yaşamaq istəyirəm. Fransa mənim öyrəşdiyim bir ölkədir, amma başqa bir öyrəşmədiyim ölkəyə getmək istəyirəm. Yaxşı, indi biraz da yolu çəkək də. Mən sadəcə qoymuşam, öz başımı çəkir belə. Yolu çəkdim biraz, görə yolda nə var, nə yox. Yolda belədir işte. Hə, yəni belə dostlar. İşimdən bezdiyim üçün asta-asta xaricə məsələn namizədliyimi göndərmişəm. Xaric deyəndə İrlandiyaya, bir də İspaniyaya, bir də Polşaya. Hə, namizədliklərimi göndərmişəm. Əgər qəbul olsam, bilirsiniz də mən fransız dili müəllimiyəm. Hər yerdə mənə iş var. Qəbul olsam çıxıb gedəcəm. Qəbul olsam çıxıb gedəcəm. Uje bezmişəm buradakı işdən. Hər gün gəlirəm. Bir platformanın üzərində işləmək məcburiyyətindəyəm.
orada baxmaq məcburiyyətindəyəm ki, görəsən platform dəmirmi. Kameranı da elə yerə qoymuşam ki, gah sağa, gah sola hərəkət edir. Aha, indi sağa gəldi. Ya budur, məsələ budur. Ola bilər ki, həyat qısadır dostlar. Mən bu həyata gəlmişəm yaşamaq üçün. Ətrafımda dostlar, tanışlar mənə biraz qəribə gözlə baxırlar ki, bəs biz tutaq ki də sabit həyata keçmişik, evlənmişik, uşaqlarımız və s. var. Bəs sən nə üçün sabit həyata keçmək istəmirsən? Evlənib uşaqlar falan olsun istəmirsən? Belə bir sual tez gəlir mənə. Elə bilirlər ki, mən bədbəxtdən falan da fikirləşirlər ki, həyatda ola bilər ki, uğur falan qazanmamışam, amma hər insanın həyat tərzi fərqlidir. Hər insanı xoşbəxt eləyən amillər fərqlidir. Mənə məsələn kimlənsə yaşamaqdır. Uşağımın olmasını falan istəmirəm. Evlənmək falan üçün belə bir fikrim yoxdur. Elə adam vardı ki, evlilik haqqında fikirləşəndə çox belə xoşbəxt orada. Ayda mənim evim olacaqdı, mənim həyat yoldaşım olacaqdı, mənim nə bilim evə qaydanda görəcəyim bir uşağım olacaqdı və s. Bu tiplər şeyləri fikirləşəndə onlar çox belə xoşbəxt olurlar. Olsunlar. Prosto mən məsələn o tipli şeyləri fikirləşəndə qətiyyən xoşbəxt falan olmuram. Və sırf dostlardır, tanışlardır. Onlar mənim üçün belə bir xəyal eləyirlər deyə mən gedib oturub istəmədiyim bir şey eləyirəm ki, öz yerində. İkincisi də ki, normal bir adam tapa bilməmişəm. Məsələn, keçən dəfə məndən bir nəfəri tanış eləməyə çalışdılar. Getdim, tanış oldum. Bilmək olmur da, tip adamlarla qarşılaşırsın. Bir gün belə, o bir gün elə dəyişkən, fərqli tipli insanlar gərək sən oturub onun bütün məsələ çiləsini çəkəsən. Nəyə lazımdır? Nəyimə lazımdır ki, məcbur deyiləm ki mən buna. Məcbur olmadığım üçün də məni xoşbəxt eləyən şeyləri eləmək istəyirəm. Məni xoşbəxt eləyən şeylər nədir? Festivallara qatılmağı mən çox sevirəm, xoşlayıram. Dans eləməyi xoşlayıram. Gəzməyi xoşlayıram. Yeni dillər öyrənməyi xoşlayıram. Yeni insanlarla tanış olmağı xoşlayıram. Və bütün bu şeylər mənə xoşbəxt edir. Bu tipli videolar çəkməyi xoşlayıram. Yoxsa digərlərinin xoşbəxtliyi üçün mən həyatımı hədər eləmək kimi bir məqsədim yoxdur. İstəyim yoxdur. Bir dənə həyatım vardı. Bircə dənə həyatım vardı yəni. Ona görə də həmin bu həyatda xoşbəxt oldum. Xoşbəxt olmadımsa mən təəssüflərlə bu həyatdan köçmək istəmirəm. Onun üçün də nə edirəm? Mənə xoşbəxt edirsə onu edirəm. Mənim üçün fərq yoxdur kim. İnsanların beyinlərində qurduqları senaryonu yaşamadığım üçün kimsə xoşbəxt, kimsə bədbəxt, kimsə təəssüf hissi keçirdir. Sizin senaryonuzdur mənim. Mənə nətə deyirlər, istisi soyuğu yoxdur. Bu sizin beyninizdə qurduğunuz senaryodur. Çox heyif ki, mən o qədər manipulyasiya olunan insan deyiləm. Asanlıqla manipulyasiya eləmək olur məni. Bu da müsbət deyil. Yaxşı, qədər siyah gəldik, çatdıq. Maşın
maşından düşüb gedəcəm evə, biraz uzanacağım, sonra da məşqə gedəcəm. Paltarları falan yumaq lazımdır. Bir də Azərbaycana gedəcəm, onun şeyini hazırlayacağım. Planını falan hazırlayacağım. Bir də dostlar, belə bir şey baş verdi bugün. Dayan danışacağım. Görünürəm də. YouTube kanalım haqqında biraz mən danışım. Bu YouTube kanalı vasitəsilə Fransaya gələn, Fransada təhsil alan, Fransada iş tapan, Fransada nə bilim, vətəndaşlıq alan çoxlu adamlar var. Bu boyda adamın içərisindən cəmi 3 dənəsini əzəldir. Yazıqdır ki, bəs müəllim, təşəkkür edirik, sizin videolarınız bir işə yarayıbdır. Bizim millət bizsiz o qədər gözəl millətdir ki, elə bildiniz deyəcəm, mən mənfi nəsə bir şey deyəcəm. Mənfi heç bir şey deməyəcəm. Bizim millət o qədər gözəl millətdir ki, məsələn, bəzi şeylərin başqası tərəfindən edilə biləcəyini və yaxud da edildiyini qətiyyən öz boyunlarına almaq istəmirlər. Və tutaq ki, heç vaxt demək istəməzlər ki, bəs bu Eşqi müəllim sağ olsun da vaxtını sərf edib bizim üçün video çəkibdi. O videonun sayəsində biz iş tapmışıq, biz durub gəl Fransaya gəlmişik. Biz nə bilim vizamızı təsdiqləmişik. Biz nə bilim ucuz bir şəkildə tərcümələr eləmişik. Mən 5 ildir bu işi görürəm. Cəmi dediyim kimi indi qədər 3 dənəsi elə cəsarət eləyib mənə yazıb. O məni motivasiya edən şeylərdən biri odur da. Motivasiya edir ki, mənim bu çəkdiyim videolar həqiqətən bir işə yarayır. Sırf bu motivasiya üçün də məncə bir müsbət sözünüzü əsirgəməyin. Mən düzdür, bunu onsuz da eləməyə davam edəcəm. Yəni mənim xarakterim budur, amma belədir də. Müsbət sözlər eşidəndə də özümü pis hiss eləmirəm əslən. Yaxşı, gəldik, çatdıq evə. Gedim, dincəlim, sonra məşq edeyim. Gün 6-cı gündür, amma birinci gün işə gedəcəm, bilirsiniz. Qətiyyən işə getmək kimi bir həvəsim, işə getmək kimi bir istəyim. Elə bir şey yoxdur, vallahi. Adamların üzlərindən belə bezmişəm. Elə bir bizim iş yerindəki insanların çox böyük bir qismi dövlət işçisiyik də, bilirsiniz. Gəlib oturub sabit bir şəkildə işlərini tapdıqları üçün, pardon ifadəyə görə elə bir hamısı ölüblər, mən daxil. Hamısı elə bir həyat istəyi yox, elə bir pozitivlik yox. Ondan sonra gəlirlər, elə işləyirlər, qayıdırlar evə zəhrimar sifətləri ilə, özümdə daxil. Mən də məcburam ki, artıq 3-cü ildir də, 3-dür, 4-dür bilmirəm. Bunlarla göz-gözə, üz-üzə gəlməyə. Çox ümid edirəm ki, İrlandiyadan bir cavab gələr, ya İspaniyadan bir cavab gələr, ya indi Niderlanda
namizədliyimi göndərəcəm. Yəni buradan çıxıb getmək istəyirəm. Fərqli ölkələrdə yaşamaq istəyirəm. Və bu maşın gör nətər şey eliblər. İndi keçmək də olmur. Aha, yaxşı. Saxlayıblar düz bardurun üstündə, türkü məsələ. Bir də sizə şey göstərim. Belə poni trotinetlər vardı bizdə. İndirlər, götürürlər, gedirlər, istifadə edirlər. Siz nə məsləhət görürsünüz dostlar? Mən neyniyim? Gedim işimi falan tərk edeyim, çıxım dünyanı gəzim, yoxsa yox. Bax, mən hal-hazırda 30-32 yaşım oldu da bu illəri. 33-ə mən girmiş sayılıram. 40 yaşdan sonra adam yavaş-yavaş düşür. Enerjisidir falandır. Mən ya bu iş yerində qalıb, pensiyamı rahat bir şəkildə garantiləyib 30 ildə eyni işi görüb 60 yaşımda pensiyaya çıxacağam. Ya budur həyat. Ya da pensiyanı falan düşünmədən cəsarətli bir şəkildə çıxıb gedəcəm xaricə. Sonra da hər hansı bir biznes ideyası falan tapıb oradan türklər demişkən yırtacağam. Oradan yırtdıqdan sonra 40 yaşımda pensiyaya çıxmaq istəyirəm. 40 yaşımda yəni elə bir iş qurmaq istəyirəm ki, artıq işləmədən mənə pul gəlsin, mən də çıxım gedim öz keyfimlə harda istəyirəm işləyim, nə istəyirəm eləyim. Sonra haranı istəyirəmsə gəzim. Belə bir şey istəyirəm. Yəni həyatı belə yaşamaq istəyirəm. Yəni mən də nətə deyirlər, xoşbəxt eləyəm. Mən düşünəndə mən xoşbəxt eləyən şey budur tam olaraq. Yaxşı, keçirik şeyi. Okay. Əlimdə kamera olanda adamların hamısı rahat bir şəkildə dayanırlar. Bəzən amma insanlar maşın sürənlər, sürücülər dayanmırlar. Putain, mais je raconte du n'importe quoi là. Je suis en train de raconter franchement du n'importe quoi. Heç nə yaxşı oldu, sağ olun.